Mən Qəbələliyəm. Qorxağam, acizəm. Ali təhsilim olsa da dövlət işində işləyənmərəm. Qəbələdə kənardan gələnlər işləməlidir. Mən Qəbələliyəm. 5-6 sot torpağım olsa, tezbazar satıb bir dənə xarici maşın Pradodan zaddan alıram. Biraz aşağı yuxarı sürürəm. Özümü göstərirəm. Sonra benzin tökənmirəm, ya maşın xarab olur, düzəldənmirəm. Dəyər dəymizə satıram, o da xərclənir, gedir. Mən Qəbələliyəm. Qəşəng məsəl üçün bir torpaq sahəm varsa, 5 dənə inək alıb orada inəyə, mala, qarıya baxmaqdansa, gedib Bakıda bot taksi işləyirəm. Kafedə, nə bilim mən, marketdə satıcı işləyirəm, kafedə ofisant işləyirəm. Mən Qəbələliyəm. Məsələn, orada bir balaca bağımda 5-6 dənə stol, zontik qoyub, bir dənə çay satmağa başlayayım. Biraz populyarlaşsın, 2 dənə ərəb gəlsin, 2 dənə ingilis gəlsin. Yuxarıdan gəlsinlər, məni oradan çıxartsınlar, özləri işləsinlər. Çünki Qəbələdə hardasa 5 manat çörək varsa, orada Qəbələli pul qazana bilməz. Qıraqdan gəlib kimsə pul qazanmalıdır. Mən Qəbələliyəm. Özümə aid olan biznesimi dəyər dəyməzə kiməsə verib, sonra gedib orada 450 manata ofisant işləyirəm. Mən Qəbələliyəm. Evimə gələn qonağı həyətindəki toyuğumu, xoruzumu kəsib, qabağına pişirib qoyacam. Ən yaxşı yerdə ona yer salacam. Çünki qonaq pərvərəm. Çünki mən Qəbələliyəm. Sən haralısan? Yorumlarda yaz görək.